Salam dəyərli abituriyentlər, hər birinizi xoş gördük. Dərsə başlamazdan öncə bir elanı nəzərinizə çatdırım. Azərbaycan dili fənnindən uşaqlarınız üçün onlayn hazırlıq keçən müəllimi axtarırsınızsa, Ulduz müəlliməyə müraciət edə bilərsiniz. Müəllimənin əlaqə nömrəsini yazacağam, istəyənlər əlaqə saxlaya bilərlər. Biz isə testimizə qaldığımız yerdən davam edək. 35-ci testə baxaq. Məməli heyvanın diploid hüceyrəsinin nüvəsində 24 xromosom sayılmışdır. Həmin növün erkək fərdlərinin qametinin xromosom yığımı normal halda aşağıdakılardan hansı ola bilər? Deməli, testdə bizə deyir ki, məməli heyvanın nüvəsindəki diploid, yəni diploid nüvəsində dediyinə görə yazıram 2 n bərabərdir bunun 24-də. Avtomatik bunu tapa bilirik ki, n-imiz neçədir? N-imiz demək 12-dir. Bizə burada nəyi deyir? Həmin növün erkək fərdlərini, yəni testdə biraz diqqətli olun ki, bizdən yumurta hüceyrəni spermatozoid istəyir, yoxsa erkəkdən, dişidən danışır. Yəni bunlara fikir verin. Baxın, bizə testdə deyir ki, erkək fərdin qametinin xromosom yığımı. Erkək fərdin qametinin xromosom yığımını yazanda təbii ki, biz bilirik ki, haploid sayı burada 12-yə bərabərdirsə, bu 12-nin 11-i autosomdur, bir dənəsi isə cinsidir. Erkəklərdə cinsi xromosomlar bilirik ki, 2 dənədir. Ona görə burada yazıram 11 üstəgələk x və yaxud da ki, yazıram n bərabərdir 11 üstəgələk y. Yəni bu ikisindən biri olmalıdır. Bizdə də düzgün cavabımız uyğun gəlir burada C variantına. D variantını niyə götürmürük? Çünki D variantında görürsünüz bir qametdə 2 cinsiyyət xromosomunu göstəribdir. Ona görə də biz onu götürə bilmərik. 35-də düzgün cavabımız C variantı. 36-ya baxaq. Deyir, spermatozoidində 23 xromosomu olan insanın sayı əzəli lipinin xromosom dəstə aşağıdakılardan hansılardır? Diqqət edirsinizsə, burada deyir ki, spermatozoidində 23 xromosomu, yəni n bərabərdir buradan 23-ə. Onda 2n'imiz nəyə bərabər olar? 2n də bərabər olar 46-ya. İndi baxın, bizə tam şəkildə 46 formada verməyibdir. Ona görə mən bunu tez ayırıram. Məndə burada nədən danışmışdı? Spermatozoiddən, yəni erkək fərddən. Bunu yazıram 44 üstəgələk x, y. Deməli, ona da uyğun cavabımız olacaq C variantı. 37-yə baxaq. Drozofil milçəyində maksimum neçə cüt əlamətə görə genlərin sərbəst paylanması mümkündür? Biz bilirik ki, xromosom sayı, cüt sayı, yəni A tutalım drozofildə 8-dir. Və bunun eni 4-dür deyə, yəni bu qametdə yalnız 4-ün verə bilər. Ona görə də deyirik ki, 4 cüt əlamətə görə genlərin sərbəst paylanması mümkündür. Çünki bu 8 cütdürsə, 4-ü tutalım bu tərəfdə yerləşir, 4-ü bu tərəfdə yerləşir. Yəni bu 4 cüt əlamətə görə onlarda genlərin paylanması mümkün olacaq. 37-də düzgün cavabımız olacaq B variantı. 38-ə baxaq. Deyir, Down sindromlu qız doğulmuşdursa, mayalanma zamanı qametlərdə xromosomların kombinasiyası necə olmuşdur? Biz bilirik ki, Down sindromlu uşaqlarda xromosom sayı bərabər olur 47-yə. Bu da nə deməkdir? Yəni, autosom xromosomlardan biri artır, olur 45, yəni 23-cü xromosomun artıqlığı idi, bilirsinizsə. Burada da yəni qızdan danışdığına görə 45 üstəgələk x yazıram. İndi bunu qametlərinə ayırsam, yazmalıyam ki, birinə 22 üstəgələk x, bu bizim normal qametimiz, digərini isə autosom olaraq yarı-yarıya ayıra bilmədiyimə görə yazıram 23 üstəgələk x. Deməli, buna da uyğun cavabımız olacaq 1-də və 4-də. Burada da düzgün cavabımız olacaq C variantı. 39-a baxaq. Deyir, Down sindromlu oğlan doğulmuşdursa, mayalanma zamanı qametlərdə xromosomların kombinasiyası necə olmuşdur? Yenə də Down sindromunun xromosom dəstini yazdım. Burada deməli, indi Down sindromlu oğlan dediyinə görə bilirik ki, 23-cü cüt xromosom somatik hüceyrənin xromosomudur. Ona görə mən bura 45 yazıram, üstəgələk x, y. İndi baxaq bura. Burada n bərabərdir, ola bilsin ki, belə yazsınlar. 22 üstəgələk x, n bərabərdir 23 üstəgələk y və yaxud da ki, yerlərini dəyişik də yaza bilərlər. Yəni, belə də yaza bilərik. N bərabərdir 22 üstəgələk y və yaxud da n bərabərdir 23 üstəgələk x. Yəni, bu ikisindən biri olan cavabı mən seçib götürməliyəm. İndi baxaq, bizdə uyğun gələn variantımız hansıdır? Deməli, 23 x, 22 də y-ilə yazıblar. Ona görə də uyğun cavabımız deməli 1-lə 4. 39-da düzgün cavab olacaq A variantı. 40-a baxaq. Ada dovşanın diploid xromosom sayı 44-dür. Normal dişi ada dovşanından doğulması üçün hansı spermatozoid və yumurta hüceyrə arasında mayalanma getməlidir? Deməli, ada dovşanın diploid xromosom dəsti deyirik ki, 44-dür. Bunun eni bərabərdir 22-yə. Burada ayırsaq cinsi və autosom xromosoma yazacağım
Mənə dişi deyir, elə deyil, dişi ada dovşanı, yəni XX. Yazacağam 21x. Deməli, anadan da gəlməlidir 21x, atadan da 21x ki, bu ikisi birləşsin, əmələ gətirsinlər bizə nəyi? Əmələ gətirsinlər, deməli, 21 üstəgələ x, 21 üstəgələ x, yəni hər ikisi x olmalıdır ki, dişi ada dovşanları doğulsunlar. İndi baxaq, düzgün gələn cavabımız hansıdır? Düzgün olan variantımız deməli D variantıdır. Görürsünüz, hər ikisi atada 21x verəcək, anada 21x ki, bu x-lər birləşəcək, dişi ada dovşanları yaranacaq. 41 ilə davam eləyək. Deyir, boz və qara ada dovşanlarının çarpazlanmasından boz ada dovşanlarının doğulma ehtimalı necədir? Tükün rəngi 2 qeyri-allergenlə müəyyən olunur, yəni epistazdan danışırıq. Deməli, testdə bizə onsuz da çarpazlaşmanı yəni veribdir ki, bozla qaranı necə çarpazlaşdırırıq? Böyük S, kiçik S, böyük A, kiçik A-nı çarpazlaşdırıbdır. Deməli, böyük S, kiçik S, kiçik A, kiçik A. Böyük S, kiçik S, kiçik A, kiçik A ilə. Yəni, boz, üstünə yazım, orada da yazıblar, boz, bu da qara rəngli dovşanlardır. Bunları çarpazlaşdırıbdır. Gəlin biz Pennet cədvəlimizi quraq. Bu bizə hansı qametləri verər? Böyük S, böyük A, götürüb bunları bir-birindən ayrılıqda çarpazlaşdırırıq. Böyük S, kiçik A. Kiçik S, böyük A, kiçik S, kiçik A. Bəs ikinci tərəf bizə hansı qameti verər? Böyük S, kiçik A, kiçik S, kiçik A. Pennet cədvəlimizi quraq. Baxaq ki, bizə hansı rəngli dovşanlar alınacaq. Baxaq. Deməli, burada nə olacaq? Böyük S, böyük S, böyük A, kiçik A. Böyük S, böyük S, kiçik A, kiçik A. Bunu yazmamışdan öncə gəlin bir tərəfdə bunu sizə yazım, qeyd edeyim ki, yəni bunu tapmaq bizim üçün asan olsun. Böyük S, böyük A yanaşı düşdüsə, buna deyəcəm boz. Böyük S, kiçik A-dırsa, buna qara deyəcəyik. Kiçik S, kiçik A, kiçik S, böyük A yanaşı düşdüsə, onda buna deyəcəm ki, ağ rəngli dovşanlar doğulubdur. İndi biz bunu da nəzərə alaraq, gəlin yazdıqca bunları tapdıqca, yəni qeyd edək adların. Deməli, böyük S və böyük A yanaşı düşübdür. Ona burada demək yazacağım ki, boz rəngli dovşan alınıbdır. Burada böyük S və kiçik A, baxın, qara rəngli dovşan. İndi burada görək hansı olacaq? Böyük S, kiçik S, böyük A, kiçik A. Yenə böyük S ilə böyük A yanaşı düşdü, oldu boz rəngli dovşanlar. Burada isə böyük S, kiçik S, kiçik A, kiçik A. Böyük S, kiçik S yanaşı düşəndə dedik ki, qara rəngli dovşanlar alınacaq. Keçək aşağıya, deməli yazırıq böyük S, kiçik S, böyük A, kiçik A. Böyük S ilə böyük A yenə yanaşı gördük, yazırıq boz rəngli. Belə eləyim ki, siz daha yaxşı bu hissəni görəsiniz. Deməli, bunları çarpazlaşdıraq. Böyük S, kiçik S, kiçik A, kiçik A. Burada da nə oldu? Qara rəngli dovşan. Bu tərəfə keçsək, kiçik S, böyük A, kiçik A. Baxın, kiçik S ilə kiçik A yanaşı düşdü. Elə deyil, alıram ağ rəngli. Bir də ən sonda kiçik S, kiçik A. Kiçik A isə bu da ağ rəngli dovşanlar olacaq. Testdə bizə nə deyirdi? Deyir ki, boz ada dovşanlarının doğulma ehtimalı. Bizdə Pennet cədvəlində yəni qurduq. Neçə dənə fərd alındı? Baxın, 8 dənə fərd alındı. 8. Deməli, bu 8-in neçəsi bozdur? Qeyd eləyək. Bax, 1, 2, bu da 3. Deməli, 8-də 3-ünü boz dovşanlar təşkil eləyəcək. Burada da düzgün cavabımız uyğun gəlir Y variantına. Sonra 42-yə baxaq. Deyir, diheterozigot boz ada dovşanlarının ağ homozigot resessiv ada dovşanları ilə çarpazlaşmasından alınan nəslin neçə faizini qara ada dovşanları təşkil edər? Deməli, orada bizdə çarpazlaşdırmanı da verib. İndi burada qeyd eləyək. Demək, nə deyir? Böyük S, kiçik S, böyük A, kiçik A-nı homozigot forma ilə resessiv əlamət, yəni çarpazlaşdırıbdır. Çarpazlaşdıraq. Böyük S, kiçik S, böyük A, kiçik A-nı çarpazlaşdırıbdır. Deməli, kiçik S, kiçik A, kiçik A ilə. Birinci tərəf bizə hansı qameti verəcək? Böyük S, böyük A. Baxın, əlamətlər elə burada yazılı şəkildə hazırdır. Allah qametlərin sadəcə əlamətlərini tapaq. Böyük S, böyük A, böyük S, kiçik A, kiçik S, böyük A, kiçik S, kiçik A. Bu tərəfdə mənə bircə dənə qamet verəcək ki, o da kiçik S, kiçik A qameti olacaq. İndi baxaq. Burada baxaq. Böyük S, kiçik S, böyük A, kiçik A. Nə rəngli dovşan alındı? Baxaq. Burada oldu boz rəngli dovşan. Yazıram boz. Aha, böyük S, kiçik S, kiçik A, kiçik A. Böyük S ilə kiçik A yanaşı duranda qara rəngli dovşan alındı. Sonra keçsək bu tərəfə. Kiçik S, böyük A, kiçik A. Burada necə idi? Kiçik S ilə böyük A yanaşı duranda ağ rəngli dovşanlar doğulurdu. Ən sonunda da kiçik S, kiçik A olacaq ki, bu da ağ rəngli
dovşan idi. Bizə nə deyirdi? Deyir, alınan nəslin neçə faizini qara ada dovşanlar təşkil edəcək. Baxaq ki, hələ neçə dənə qara ada dovşanı var? 1 dənə. Neçə dənə ziqot almışam? Fərd almışam 4 dənə. Yazıram. 4-üm 100%-dirsə, tapdığım bu 1 dənə qarada x faizdir. X bərabərdir 25%-ə. Deməli, burada düzgün cavabımız olacaq Y variantı. Deməli, 43-də davam eləyək. 43-də nə deyir? Deyir, insanın baş beyin yarımçəri qabığının peyk hüceyrələrinin maksimum neçə cinsiyyət xromosomu vardır? İnsanın baş beyin yarımçəri qabığının peyk hüceyrələrində maksimum neçə cinsiyyət xromosomu vardır? Biz bilirik ki, insanın baş beyin qabığında 12-18 milyard neyron var. Əgər 12-18 milyard neyron varsa, peyk hüceyrəsi ondan 10 dəfə çoxdur. Bunu vururam 10-a, bərabər eləyir 120, 180 milyardda deməli peyk hüceyrəsinə bərabər olur. İndi mənə deyir ki, maksimum, yəni bundan sayırım. Və biz bilirik ki, insanda bir dənə hüceyrəni götürsəm, o bir dənə hüceyrədə 2 dənə cinsiyyət xromosomu olur. Qadınlarda XX, kişilərdə də XY. Məndə də 180 milyard hüceyrə var. İndi baxaq görək, bu 180 milyard hüceyrədə nə qədər cinsiyyət xromosomu olar? X qədər. X bərabər eləyir 360 milyarda. Deməli, 43-də də düzgün cavabımız olacaq D variantı. 44-də baxaq. Deyir, genlərin qarşılıqlı təsiri, yəni epistaz zamanı 2 diheterozigot boz ada dovşanlarının çarpazlaşması zamanı neçə fenotip, neçə genotip alınır? Yəni bunları biz əzbər şəkildə yadımızda saxlamalıyıq. Çünki testə düşdükcə artıq biz hər dəqiqə onu yazıb çarpazlaşdıra bilmərik. Ona görə də əzbər yadımızda qalsa daha yaxşı olar. Deməli, fenotip sayı 3 idi, 9, 3, 4. Genotip sayı isə 9 idi. 4-ün 4 dənə 2-yə, 4 dənə də 1-ə nisbətində. 44-də düzgün cavabımız demək olur B variantı. Sonra baxaq 45-ə. Deyir, əlamətlərdən biri üzrə irsiyyətin aralıq xarakteri müşahidə olunduğu halda hər iki əlamətə görə heterozigot olan fərdlərin dihibrid çarpazlaşması nəticəsində hibridlərdən neçə fenotipik qrup alınar, genlər ilişikli deyil. Əgər irsiyyətin aralıq xarakteri və əlamətlərdən biri üzrə qeyri-tam dominantlığı nəzərdə tutursa, görürsünüz, biri üzrə irsiyyətin aralıq xarakteridir. Yəni ki, belə yazanda bu əlamətlərdən bir dənəsi tam şəkildə dominantlıq eləyə bilmir. Yəni, çəhrayı çiçəkləri xatırlayın, oradan danışırıq. Və bu da dərslikdə var, yəni əzbər şəkildə yadınızda saxlamalısınız ki, onlarda fenotip sayı 6-ya bərabər olur. 45-də düzgün cavabımız olur Y variantı. 46-ya baxaq. Deyir, ikinci qan qrupuna görə homozigot qadınla birinci qan qrupuna malik olan kişinin nikahından anadan 4 uşağın olan 4 uşağın neçəsi qan qruplarına görə ananın fenotipinə və neçəsi ananın genotipinə malik olacaq. Siz bilirsiniz ki, ikinci qan qrupunda genotip sayı belə idi. Böyük A, bir də var idi böyük A, 0. Birinci qan qrupunun isə bircə dənə genotipi var idi. O da 0, 0. İndi deyir ki, ikinci qan qrupuna görə homozigot, yəni bu böyük A-ları çarpazlaşdırır. Yazıram. Böyük A, böyük A-nı çarpazlaşdırıram böyük sıfırlarla da belə deyək. Çarpazlaşdırdım. Bu mənə bir dənə qamet verdi, bu da mənə bir dənə qamet verdi. Nəsildə doğulan uşaq olduğu ikinci qan qrupuna malik. İndi burada da 4 dənə uşaq doğulub deyə 4 dənə uşağın hamısının qan qrupu olacaq A0. İndi baxaq görək hələ. Bunlar fenotip və genotipcə anaya oxşur, yoxsa yox. Deməli, fenotipcə baxanda deyəcəm ki, hamısı ananın qan qrupudur. İkinci qan qrupu. Amma genotipə baxanda ananın genotipi necə idi? Böyüyə, amma bunların hamısı böyük A0-dırlar. Ona görə deyirik ki, fenotipə görə 4 dənədir. Baxın, 4 dənədir. 4-ü də yəni anaya oxşuyubdur fenotipə görə, amma genotipə görə anaya oxşamırdılar. Ona görə də 46-da düzgün cavabımız olur A variantı. 47-yə baxaq. Şimpanzenin somatik hüceyrəsinin nüvəsində avtosom xromosomlarının sayı 46-dır. Bu orqanizmin yetişmiş yumurta hüceyrəsinin xromosom dəsti neçədir? Deməli, şimpanzenin deyir somatik hüceyrəsinin nüvəsində avtosom xromosomun sayı 46-dır. Avtosom 46-sı demək burada 2 dənə də cinsi var. Ona görə yazıram 48. Eni bərabər olur 24-də. Mənə nə deyir? Yumurta hüceyrəsinin xromosom dəsti. Buradan da avtosom və cinsini ayırsam, yazıram 23 üstə gələk X. Bilirik ki, şimpanzenin dişi fərdində cinsiyyət xromosomları XX-dir. Ona görə də biz nə yazırıq? N bərabərdir 23 üstə gələk X. Burada da düzgün cavabımız bu olur Y variantı. 48-ə baxaq. Deyir ki, ilanın somatik hüceyrəsinin nüvəsində avtosom xromosomlarının sayı 12-dir. Bu orqanizmin yetişmiş yumurta hüceyrəsinin xromosom dəsti neçədir?
Deməli, burada da yenə də somatik nüvəsində, yəni 2n bərabərdir deyir 12 autosoma, üstünə də cinsisin gəlsəm eləyər 14. Bunun qameti bərabər eləyər neçəyə? 14-dürsə 2-ni, qameti olar 7. Və bilirik ki, ilanın yumurta hüceyrəsi deyir. İlanlarda dişilər XY xromosom dəstinə malikdir. Ona görə də bu n-i mən həm bu formada yazmalıyam, 6 üstə gələk x, həm də belə formada yazmalıyam, 6 üstə gələk y. Burada da düzgün cavabımız olacaq, deməli 48-də D variantı. 49-a baxaq. Deyir ki, deməli, A böyük kiçiyə, böyük B, kiçik B, bunu çarpazlaşdırıb böyük kiçiyə, böyük B, kiçik B ilə. Çarpazlaşması zamanı dişi orqanizmin AB, erkək orqanizm isə kiçik A, kiçik B tipli qametləri yaşamaq qabiliyyətini itirərsə, nəsildə genotipə görə parçalanma hansı nisbətdə gözlənilir? Deməli, bu tapşırıqda baxın, ayrı-ayrı genlərdə yerləşdiyinə görə mən elə onu qısa şəkildə belə yaza bilərəm. Ona görə də elə bu formada yazaq ki, Pennet cədvəli də bizim üçün rahat olsun. Aha. Pennet cədvəlimizi quraq. Birinci tərəf buna yazaq dişi, buna da yazaq erkək. Birinci tərəf mənə hansı qametləri verər? Kiçik A, böyük B, kiçik A, kiçik B qametin. İkinci tərəfdə eyni qametləri yenə də bizə vermiş olacaq. Pennet cədvəlimizi quraq. Testdə bizə nə deyir? Deyir ki, dişi orqanizmin AB qameti ölüb. Bax, buna yazaq dişi, burada yazaq erkək. Deyir, dişi orqanizmin AB qameti ölüb, yəni böyük A, böyük B qameti ölüb. Bu yoxdur. Bu yoxdursa, deməli, bunun qarşılığında olanların heç biri yoxdur. Bəs bu birisindən nə deyir? Deyir ki, erkək orqanizmində AB tipli qamet ölüb. İndi də bu ölüb, bu da yoxdur. Ölüb. Bu ölübdürsə, demək bunun qarşılığı da boş olmalıdır. Bunlar heç nədir? İşte bunlar artıqdan olandır. Aha, bu da ölüb. İndi mənə nəyi deyir? Deyir ki, nəsildə genotipə görə parçalanma hansı nisbətdə gözlənilir? Biz bilirik ki, baxın, normalda nəsildə, dihibrid çarpazlaşmada da genotipə görə parçalanma belə idi. 4-ün 4 dənə 2-yə, 4 dənə də 1-ə nisbətində idi. Aha. İndi bunlar hansıları idi? Baxın, əvvəlcədən onu sizə qeyd edeyim ki, bu Pennet cədvəlində bax, buradan bu hissəyə qədər olan bu 4 dənə var idi. Bax, 1, 2, 3, 4. Bunların hamısı yalnız dihomozigotdular. Bax, bu 4 dənə birlər var. Bax, bu 4 dənə birlərin hamısı istəsəz kitabınızda Pennet cədvəlinin üzərində də baxa bilərsiniz. Baxın, bu istiqamətdə olanların hamısı hər iki əlamətə görə homozigotlardır. Yəni, bu 4 dənə birlərdir. Bu tərəfdən belə gələn bu 4 isə, yəni x çəksək, belə x. Bu x-in bu istiqamətdə gedənlərin hamısı dihomozigotdur. Bu istiqamətdə gələn bu 4 dənəsi isə diheterozigotdur. Bunlar diheterozigotdur. Və bunlarla da qarşılıqlı olanlar, tutalım, bax, bununla bu eyni olacaq. Bununla bu eynidir. Bu onsuz da bura daxildir. Belə eləyim, bunu bir dənə qalsın burada. Aha, bunun qarşılığında duracaq bu. Bunun da qarşılığında duracaq bu. Aha. Deməli, Pennet cədvəlində çəkdiyim bu x-lərin, bax, bu x hamısı dihomozigotdur, bu x hamısı diheterozigotdur. Bunlar isə qarşılıqlı şəkildə duranlar. Bu 2-2 yazdıqlarımız var ha, bax, bu 2-2 yazdıqlarımızdır. Yəni, bir əlamətə görə heterozigot, digər əlamətə görə isə homozigot olan formalardalar. Bunları deməli, belə qurduqdan sonra, indi baxaq görək, bizdə 4 dənə olan, dedim ki, say olaraq bunlardır. Bunlardan görürsünüz, biri gedib. Deməli, bu 4-ün biri gedib deyə, burada yazıram 3. Bir dənəsi yoxdur, görürsünüz, 4 dənədir, biri yoxdur. Sonra keçdim, x-in bu tərəfini yazsam, buradakı birləri silmiş olaram. Ona görə yaxşı baxaq. X-in bu tərəfindən hansı gedibdir? Tək-tək olan, yəni bu birlərdən. Bax, biri bu başda gedibdir, biri də bu başda gedib. Yəni, bu 4 dənə birlər var ki, bu 4 dənə birlərdən ikisi gedib. Üstündən xətt çəkdim, bu ikisi yoxdur. Sonra keçirəm bu 2-2 düzülənlərə. Bu 2-2 düzülənlərdən baxın. Burada var, burada yoxdur.
Demək, bu iki düzlənlərdən biri gedib, qaldı 1. Sonra bu tərəfə düşdük. Bu tərəfdə yenə bax, burada da biri gedib, biri qalıb. Yəni, bu ikinin yenə də biri gedib, biri qalıb. Düşdük aşağıya, gəldik bu tərəfə, burada da bax, biri gedibdi, biri qalıbdı. Bu ikinin yenə də biri gedib, biri qalıb. Yazdım 1. Sonra da bunun qarşılığında duran, bax, biri gedib, biri qalıb. Yenə 1 yazdım. Xatırlayırsınızsa, yuxarıda 2 dənə də birimiz qalmışdı. Çünki bayaq buradan bu xətt üzrə gedəndə bu ikisini aparmışdıq, demişdik ölübdür, ikisi qalıbdır. Bu 2 dənə biri də yazdım yerinə. Deməli, mənim genotipim nəyə bərabər oldu? 3-ün 6 dənə 1-ə nisbətinə. Burada da düzgün cavabımız uyğun gəldi, demək, C variantına. 50-ci testimizə baxaq. Deməli, eyni xromosomun üzərində veribdir. Deyir ki, böyük A, kiçik A, böyük B, kiçik B qametləri bir-birlə çarpazlaşdırılan zaman dişi orqanizmin kiçik A, kiçik B tipli qametləri yaşama qabiliyyətinə malik olmazsa, nəsildə neçə fenotip və genotip qrupu alınır? Xromosom çarpazlaşması yoxdur, dominantlıq tamdır. Genetika ilə bağlı məsələləri eləyərkən çalışın axıra qədər oxuyun. Mötərizələrini çünki bizim üçün çox önəmlidir. Ona görə də axıra qədər oxumaq lazımdır. Deməli, bunu indi mən ilişikli irsiyət kimi eləməliyəm. Çünki eyni xromosomda yerləşir, özü deyir xromosom çarpazlaşması yoxdur. Ona görə də yazaq böyük A, böyük B, kiçik A, kiçik B. Bu olsun bizim dişi fərdimiz. Bunu çarpazlaşdırmışıq eyni xromosoma malik ata ilə. Bu da olsun erkək fərdimiz. Deyir ki, dişi orqanizmin AB tipli qameti öldü. Birinci baxaq ki, bu bizə hansı qameti verir? Baxın, bunlar bizə 2 dənə qamet verəcək hər ikisi. Bu da verəcək bizə. Ola bilsin ki, indi sual eləyə bilərsiniz ki, müəllim, niyə 2 dənə qamet verdi? Çünki baxın, yazıb ki, xromosom çarpazlaşması yoxdur. Yəni, mən buradan ayırıb, ayrı-ayrı belə qametlər ala bilmərəm. Xromosom çarpazlaşması yoxdur deyə bir dənə çubuğun üstündə neçə dənə xromosom varsa, qametdə onların hamısı gedibdir. İkinci tərəf yenə bizə eyni xromosomları verəcək. Böyük A, böyük B, kiçik A, kiçik B. İndi testdə bizə nə deyirdi? Deyir ki, dişi orqanizmin AB tipli qameti ölüb. Bax, bu yoxdur, bu ölüb. Bunun üstündən xətt çəkim ki, ölüb. İndi bizdə nə alınacaq? Bunları bir-birinə çarpazlaşdırıram. Böyük AB-lər. Bu bir dənə fərd. Sonra keçdik ikinci tərəfə. Böyük A, böyük B, kiçik A, kiçik B. Deməli, tutalım noxudla düşünək. Sarı noxud, sarı noxud. Hər ikisi sarı rəngdədir, görürsünüz. Əlamətlər bir xromosomda yerləşdiyinə görə mən sarı deyirəm. Yəni, sarı hamar, sarı qırışıq demirəm. Sarı noxud, sarı noxud. Baxanda fenotipcə neçəsini görürəm? Bir dənəsini. Demək, fenotipim 1-dir. Amma genotipinə geçsəm, daxili quruluşuna baxsam, bax, bu başqa formadadır, bu da başqa formadadır. Görürsünüz, bunun içində kiçikləri də var. Ona görə də yazıram, genotipdə 2 dənə oldu. Deməli, fenotip 1, genotip isə oldu 2 dənə. 50-də düzgün cavab uyğun gəldi hansına? B variantına. 51 ilə testimizə davam eləyək. Deməli, yenə də böyük A, kiçik A, böyük B, kiçik B qametlərin fərdləri çarpazlaşdırıbdır. Bu zamanda deyir ki, artıq erkəyin AB qameti yaşama qabiliyyətinə malik deyil. Yəni, böyük B qameti yaşama qabiliyyətinə malik deyil. Nəsildə neçə fenotip və genotip qrup alınır? Xromosom çarpazlaşması yoxdur. Yenə də bu formada yazaq biz. Çünki deyir, xromosom çarpazlaşması yoxdur. Ona görə də belə yazmalıyam. Aha, bunu yazdıq. Deməli, alınan qametlərin, bura yazaq dişi, bura yazaq erkək. Aha, alınan qametlərimizi də yazaq. Bu mənə yenə 2 qamet verəcək. Böyük A, böyük B, kiçik A, kiçik B. Deyir, erkək orqanizmin, erkəyin AB tipli qameti ölüb. Bu yoxdur indi də. Bu yoxdursa çarpazlaşmamızı aparaq. Buradan nə alınacaq? Böyük A, böyük B çarpazlaşdırsam, yanında da olacaq kiçik A, kiçik B. Sarı noxud tutalım, bu tərəfə keçək. Kiçik A, kiçik B çarpazlaşdırdım. Bu birisi tərəfdəki kiçik A, kiçik B ilə burada yazaq. Kiçik A, kiçik B. Bu oldu yaşıl. Bu oldu sarı, bu yaşıl. Demək, fenotipcə mən neçə dənə rəng gördüm? Fenotipinə baxanda mən 2 dənə rəng gördüm. Genotipinə baxanda, bax, əgər fenotipi fərqlidirsə, demək, genotipi bundan əvvəldən fərqliymiş. Deməli, genotipinə də baxanda yenə baxıram ki, genotipimdə oldu 2. Həm fenotip, həm də genotip bir-birinə bərabər olacaq. 51-də düzgün cavab olacaq B variantı. 52-ci testə baxaq deyir, genlərin qarşılıqlı təsir etməsi şəraitində böyüksə, kiçiksə, kiçik A genotipinə malik 2 qara adlı dovşanın çarpazlaşması zamanı
Hansı rəngdə dovşanlar alına bilər? Daha dolğun cavabı tapaq. Deməli, ikisi də eyni rəngdə olan dovşandır. Qara dovşanları bir-birindən çarpazlaşdırıb. Böyüksə kiçiksə, böyüyə, kiçiyə çarpazlaşdırıb bunu elə bil ki, özünə oxşar, eyni fərdinə. Bu mənə hansı qaməti verər? Böyüksə kiçiyə, kiçiksə kiçiyə. Bu birisi də yenə həmçinin böyüksə kiçiyə, kiçiksə kiçiyə qamətlərini verir. Bunları çarpazlaşdıraq. Xatırlayırsınızsa, bundan əvvəlki testdə biz qeyd elədik ki, deməli, böyüksə böyük A olanda boz rəngli dovşanıdır, böyüksə kiçik A olanda qara rəngli. Kiçiksə kiçiyə, kiçiksə böyük A isə ikisi bir yerdə ağ rəngli dovşanların yaranmağına səbəb olurdu. İndi bura baxaq. Böyüksə kiçiyə. Hansına uyğun gəldi? Qara. Sonra böyüksə kiçiyə. Böyüksə ilə böyük A var yenə də. Nə rəng oldu? Qara rəng. Sonra bu tərəfə keçək. Deməli, böyüksə kiçiyə. Yenə oldu qara rəngli dovşan. Burada isə artıq hamısı kiçik hərflər oldu. Burada da oldu ağ rəngli dovşan. Deməli, nəsildə neçə rəngdə dovşanlar alındı? 3 dənəsi qara idi, bir dənəsi də ağ. Deməli, 2 rəngdə dovşan alındı. 1 qara, bir də ağ. Onda 52-də düzgün cavabımız olacaq B variantı. 53-ə baxaq. Deyir ki, qeyri-allel genlərin qarşılıqlı təsir şəraitində böyüksə, kiçiyə və böyüksə, kiçiyə genotipinə malik 2 qara adda dovşanın çarpazlaşması zamanı alınan nəsildə hansı fenotip müşahidə olunur? Deməli, bu əlamətlərlə buradan görsənsin. Mən də bunun yanında bunları çarpazlaşdırım. Deməli, böyüksə, kiçiyəni çarpazlaşdırıb nə ilə? Böyüksə, kiçiyə ilə. Birinci tərəf mənə verir hansı qameti? Bircə dənə qamet verəcək. Böyüksə kiçiyə. İkinci tərəf isə mənə verəcək böyüksə kiçiyə. Aha. İndi alanları yazaq. Böyüksə, kiçiyə. Oldu hansı rəng? Baxın, qara. Bu birisində böyüksə, kiçiyə. Bu da hansına yenə uyğun gəldi? Qara rəngi. Deməli, bu iki fərq bir-birindən çarpazlaşanda nəsildə alınanların hamısı olacaq qara rəngdə. Düzgün cavab Y variantı. 54-də baxaq. Deyir ki, böyük A kiçiyə, böyük B kiçik B, yəni iki bir-birinin eynisi olan, belə deyək də, çarpazlaşdırma zamanı erkək və dişi orqanizmin AB tipli qametləri yaşama qabiliyyətinə malik olmazsa, fenotipik parçalama hansı nisbətdə gözlənilir? İlişiklik yoxdur, tam dominantlıq mövcuddur. Deməli, bu testi həll etmək üçün gəlin Pennet cədvəli quraq. Pennet cədvəlini qurduqdan sonra biz bunları öldürək. Yəni, atanın və ananın hansı qametləri ki, yaşama qabiliyyətinə malikdir, onları öldürək. Silək daha doğrusu. Ondan sonra fenotipimizin sayını tapaq. Deməli, erkək və dişi orqanizmin AB tipi, kiçik A, kiçik B tipli qametləri yaşama qabiliyyətinə itibdir. Burada yazaq. Böyük A, böyük B, böyük A, kiçik B. Kiçik A, böyük B. Buraya yazım dişi. Aha. Deməli, kiçik B ümumiyyətlə yoxdur. Bunu yazmaya da bilərəm, yazıb silə də bilərəm. Yolsuz da yoxdur. Elə deyil, yazıb bax, kiçik B tipli qameti yoxdur. Bu yoxdur. Heç yazmıram ki, cədvəlim qısa şəkildə olsun. İndi keçək erkəyə. Erkək mənə yenə eyni qametləri verirdi. Böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B və burada yenə nə deyirdi? Deyirdi ki, erkək və dişi orqanizmin AB tipli qameti. Yenə də atanın da bu qameti yoxdur. Bunu da sildim ki, mənim cədvəlimdə nə yazacamsa onu tez tapa bilim. Aha, Pennet cədvəlini qururam. Pennet cədvəlimi qurandan sonra mən bilirəm ki, fenotipik necə idi? Fenotipim deməli bərabər idi 9-un, belə yazaq, 9, 3, 3, 1 idi fenotipimiz, 4 dənə idi. İndi bizdə neçəsi qaldı? Baxın, bu tərəfdə olanlar, belə deyim, yazmasaq da belə, yenə də mən bunu sizə göstərmiş olum. Ki, bəlkə kiminsə yadında qalar, bu istifadə edir, yəni bu üsuldan. Aha, və buralar yoxdur. Buralar yoxdursa, əvvəlki səfərlərimsə videoların hansındasa bu xüsusiyyəti sizin üçün yəni çəkmişdim belə bir şey ki, bunu belə tapa bilərsiniz. Baxın, bu istiqamətdə çəkdiyim üç bucaqların hamısı sarı hamardır. Sarı hamarı da bilirəm ki, 9 dənədir. Sonra baxın, buradan
Bu nöqtələr qoyduğum 3 dənə, istəsəz Pennet cədvəlində də baxıb bunu orada tətbiq edə bilərsiniz. Bu 3 dənəsi xəttinə qoyuram. Sarı, qırışıqdır. Geriyə qaldı bu 3 dənə olan. Bu 3 dənə nöqtələrlə birləşdirdiyim yaşıl hamardır. Bunun da sayı 3 dənə idi. Bir dənə geriyə qalanda yaşıl qırışıqdır. İndi deyir ki, atan da, anan da bax bu qametləri ölübdür. Bunların qabaqlarını boşaltdım. İndi baxaq ki, bax mənim çəkdiyim bu qrafikdən geriyə nə qaldı? Bu qrafik, yəni bu 9 dənə olan əlamətlərdən bunları ki birləşdirmişəm. Bu 9 dənə birləşənlərdən görürsünüz 2 dənəsi yoxdur. Deməli burada 9-dan sarı hamardır. Yəni 9 normalda sarı hamardır, amma ikisi qamet ölübdür deyə yoxdur. Ona görə bu 9-dan 2-ni çıxıram, yazıram bura 7. Sonra keçək bu tərəfə. Sarı qırışıqdan isə görürsünüz neçəsi yoxdur. Normalda 3 dənə idi. Atada anada abi qaməti ölübdür deyə bunun ikisi yoxdur. Bunlara x qoymuşam. Bu 3-dən ikisini çıxıram. Qalır 1-i. Yaşıl hamara baxaq. Yaşıl hamarda 3 dənədir. Nöqtələrlə birləşdirmişəm. X qoyduqlarımdan bu, yəni ziqot yaranmayıb deyə x qoymuşam. Görürsünüz 3-dən ikisinə x qoymuşam. Bu 3-dən həminki o x qoyduqlarım içini çıxdım. Geriyə qaldı 1 dənə. Sonuncu da onsuz da ölmüşdü deyə qametlər heç əmələ gəlməmişdi. Sıfırdır, yoxdur. Deməli, məndə fenotipik qruplaşma necə oldu? 7, 1, 1 formasında. Deməli, 54-də düzgün cavabımız uyğun gəldi B variantına. 55-ə baxaq. Deyir, ana arı hər hansı bir əlamətə görə heterozigotdur. Bu ana arının cütləşdiyi erkək arı isə həmin əlamətə görə dominant fenotiplidir. Bütün bu cütün nəsli üçün verilən ifadələrdən hansı doğru ola bilər? Baxın, demək deyir ki, ana arı hər hansı bir əlamətə görə heterozigotdur. Heterozigotdursa belədir ana arı. Aha. Bu ana arının cütləşdiyi erkək arı isə həmin əlamətə görə dominant fenotiplidir. Burada dominant nədir? Burada dominant böyük adı. Bu da olsun erkək fərd. Bilirsiniz ki, arılarda ana 2 dənə qamet əmələ gətirir, erkək arı isə bircə dənə qamet verə bilir. Bunlar bir-biri ilə çarpazlaşsalar əgər, baxın, A, bir də A, böyük A, kiçik A, yəni olsa bunlar dişi arılardır. Bunlar çünki mayalanma nəticəsində yaranıblar. Əgər ki, ana arının bu iki qametlərindən hansısa biri mayalanmasa, bunlar çevrilər onda erkək arıya, əgər mayalanmasa. Yəni buna uyğun indi cavabımızı tapaq. Nə deyir? Deyir ki, bütün işçi arılar həmin əlamətə görə dominantdır. Mənə nəyi deyir tapaq? Doğru ola bilər. Bəli, bütün işçi arılar, baxın, həmin əlamətə görə dişi arı, dişçi arıların cinsiyyəti bilirsiniz. Həmin əlamətə görə görürsünüz dominantdır. Ona görə bir düzdür. 2-yə baxaq. Deyir, bəzi erkək arılar həmin əlamətə görə heterozigot genotipli ola bilər. Baxın, erkək arını mən yazanda yazdım ki, erkək heç vaxt heterozigot olmur. Çünki onun xromosom dəstə haploiddir. Ona görə ikinci cavab səhv cavabdır. 3 dənə deyir, bəzi erkək arılar həmin əlamətə görə resessivdir. Bəli, əgər ana arının bu qameti mayalanmasa, erkək arı resessiv əlamətə malik olacaq. Bu qameti də mayalanmasa, dominant əlamətə malik olacaq. Deməli, 55-də düzgün cavabımız olacaq 1 və 3. 56 ilə davam edək. Dişi heteroqametliyə malik bir canlının yumurta hüceyrəsində ilişik gen qruplarının sayı. Deməli, dişi heteroqamet isə dişi belədir, X-dir, Y-dir. Gen qruplarının sayını n qəbul edilərsə, bu canlının somatik hüceyrəsində xromosom müxtəlifliyi nə qədər olar? Yadınızda qalsın, əgər ki, canlı heteroqametdirsə, fərqi yoxdur, dişi və yaxud da erkək bizə dedi. Heteroqamet sözünə fikir verəsiniz. Heteroqametdirsə ona yazırıq n plus 1, homoqametdirsə n. Baxın, bunu necə izah edeyim. Deməli, məsələn üçün bizdə kişilərdə bilirsiniz ki, xromosom sayı 23-dür. Ayıranda bunu yazıram 22 üstə gələk x və yaxud da ki, ola bilər 22 üstə gələk y. Bizdə bilirsiniz ki, kişilər XY xromosom dəstinə malikdir. İndi mən bunun xromosom müxtəlifliyi yazanında onsuz da n ilə tapıram, haploid sayını n üstə gələk XY-də yazmalıyam. N demək onsuz da haploid sayı göstərir, 23 üstə gələk 1. Niyə 1 gəlirəm üstünə? Çünki bilmirəm, bu n-lə verdiyi x-dir, yoxsa n-lə verdiyi y-dir. Ona görə o 1-i də gəlirəm üstünə ki, yəni kişilərdə xromosom müxtəlif 24-dür. Cinsi xromosom 2 dənədir. İstəsə x-i verəcək, istəsə y-i verəcək. Ona görə n plus 1 yazırıq bunlara. 56-da deməli düzgün cavabımız olacaq A variantı.
Deməli 57-də nə deyir? Deyir şəkildə verilmiş birinci nəslin fərdləri öz aralarında çarpazlaşmışdır. Bu epistazdır. Yəqin ki, böyüksə böyük ayı görən kimi bilir ki, bu epistazdır. Alınan ikinci nəsil üçün yanlış ifadələri müəyyən edin. Bax, burada verdikləri alınan böyüksə kiçiyə, böyük kiçiyə var ha. Bu birinci nəsildir. Birinci nəsli sonra özü ilə çarpazlaşdırmışdıq, xatırlayırsınızsa. Deməli, boz dovşanları bir də təzədən özü ilə çarpazlaşdırmışdıq. Aha, boz dovşanları çarpazlaşdırmışdıq ki, epistazda fenotip və genotip sayını tapaq. Və bilirdik ki, bu epistazda fenotip sayım 3 dənə idi, genotip sayım 9 dənə idi. Fenotip 3 dənə necə yazılırdı? 9, 3, 4. 9 dənəsi boz, 3 dənəsi qara, 4 dənəsi ağ olurdu. Fenotip sayımızda fərqi yox idi. 4-ün 4 dənə 2-yə, 4 dənə də 1-ə nisbətində yazılırdı. İndi baxaq görək burada yanlış ifadələr hansılardır? Deməli, A variant birincidə yazır ki, daha doğrusu nəslin 25% genotipcə diheterozigotdur. Baxın, genotipcə deyir. Genotip fərqi yoxdur. Mən sizə dedim ki, X belə çəkdim, sonra bu X-ləri belə-belə birləşdirdim. Deməli, bax, bu gördüyünüz X-in buradan bura olanı dihomozigotdur, buradan bura olan 4 dənəsi isə diheterozigotdur. İndi deyir, nəslin 25% genotipcə diheterozigotdur. Bəli, 16 dənə kombinasiya almışdıq. Yazırdıq 16 100% isə 4 X%dir. O da eləyirdi 25%. Deməli, birinci düzdür. Biz yanlış ifadəni axtarırıq. 2-də deyir, genotipə görə 9, 4, 3. Xeyr, genotipə görə dedik neçə idi? 9 dənə idi. 4-ün 4 dənə 2-yə, 4 dənə 1-ə. Deməli, 2 səhvdir. 3-də nə deyir? Nəslin 16-da 3-ünü hər iki əlamətə görə resessiv fərdlər təşkil edir. Hər iki əlamətə görə resessiv fərd kombinasiyada, yəni Punnett cədvəlində ən sonda yerləşən dihibrid çarpazlaşma ilə desək yaşıl qırışıq, dovşanla da desək ən sonda yerləşən, yəni belə deyək də, bundan bir dənədir. Ağ rəngli dovşan idi. Bu da mənə deyir ki, 16-da 3-üdür. Deməli, bu da səhvdir. 4-cüyə baxaq, deyir fenotipə görə nisbət 9, 3, 4. Bəli, fenotipə görə nisbət 9, 3, 4 formasında olmuşdu. Deməli, 57-də yanlış olan cavablarımız oldu 2 və 3. 58-ə baxaq. Deyir, göstərilən heyvanlardan hansının yumurta hüceyrələri X cinsi xromosomlu spermatozoidlə mayalanarsa, həm erkək, həm də dişi fərd əmələ gələ bilər. Deməli, yumurta hüceyrələri X cinsi xromosomlu spermatozoidlə mayalanarsa, deməli, bunun yumurta hüceyrəsi əgər X cinsli xromosom, yəni X cinsli spermatozoid ilə mayalananda əgər həm erkək, həm dişi yarada bilirsə, demək bunlarda xromosomları, cinsiyyət xromosomları XY olan canlılar olacaq. Ki, bunun yumurta hüceyrəsi tutalım Y olanda, atanın verdiyi X ilə mayalansa dişi yaradacaq. Özü X versə, X atanın verdiyi X ilə mayalansa, deməli, erkək fərd yaranacaq. Ona görə də mən burada dişiləri XY olan canlıları seçməliyəm. Ki, onu da bilirdik ki, quşlarla sürünənlərdə dişilər XY-dir. Burada da uyğun gələn hansı olacaq? Timsahdır, hatteriyadır, bir də toyuqlarda. 1, 3, 4. 59-a baxaq. Deyir, göstərilən heyvanlardan hansının X cinsiyyət xromosomlu yumurta hüceyrələrinin mayalanmasından dişi fərd əmələ gələ bilməz. Baxın, eyni sualı biraz fərqli formada bizə verir burada. Göstərilən heyvanlardan hansının X cinsiyyət xromosomlu yumurta hüceyrələrinin mayalanmasından dişi fərd əmələ gələ bilməz. Yəni, XX olanda bunlarda erkək fərd əmələ gəlir. Dişi fərd əmələ gələ bilmir. XX-də erkək olanlar hansıları idi? Yenə də quşlar və sürünənləri seçəcəkdik. Bir də kəpənək var idi orada, çiyələk var idi həmçinin. Ona görə də burada uyğun gələcək demək, kərtənkələ, sərçə, indi kəpənək yoxdur, kəpənəyin sürfəsi var burada. Bir də totipək qurdu, 2, 4, bir də 5 olacaq. 60-a baxaq. Deyir, diploid orqanizmin 3 somatik və bir yetişmiş cinsiyyət hüceyrəsində xromosomların cəmi 154 olarsa, göstərilən xromosomlardan neçəsi autosomdur? Baxın, 3 dənə somatik deyir. Somatik dediyinə görə mən 2-in yazıram. 2-in, üstəcilə 2-in, üstəcilə 2-in. Niyə 3 dənə yazdım? Çünki deyir 3 dənə somatik. Bir dənə də yetişmiş cinsiyyət hüceyrəsi var, N. Aha, bunların deyir ümumi xromosom sayı neçəyə bərabərdir? 154-də. N-i buradan tapaq. 7N bərabərdir 154. N də bərabər olar buradan 22-yə. Aha, N-ləri qoyaq yerinə. 22, 22, buradan da 22, 22. Deməli, mən 22 dənə tapdığıma görə, indi mənə deyir ki, autosomların sayını tapın.
Autosomun sayını tapmaq üçün əslində hesablamağımıza heç ehtiyac yoxdur. Baxın, bu 2-in qabağında duran bu 2-lər həmişə cinsi xromosomları göstərir. Bunun da qabağında yoxdur deyə indi bunu 1-dən sayıram. Demək, neçə dənə cinsi hüceyrə var imiş? 2, 4, 6, 7. 154-dən 7 dənə cinsini çıxaram. Geriyə nə qaldı? Hamısı olacaq autosom. Deməli, autosomun sayı 147 imiş. 61-ə baxaq. Yenə 61-də 3 dənə somatiki verib. 3 dənə somatiki yenə yazırıq. Üstünə gəlirəm 1 dənə N olan yumurta hüceyrəni. Bu elədir 154. 154, bunu da yenə 1 təsəvvür eləyək. Nə deyirdi burada da? Deyir, göstərilən xromosomların neçəsi cinsiyyət xromosomudur. Heç hesablamamıza ehtiyac yoxdur. 2, 4, 6, bir dənəsi də yumurta hüceyrəyi deyə buradaydı. Deməli, 7 dənə cinsiyyət xromosomumuz var. Sonra 62-yə baxaq. Deyir, dihibrid çarpazlaşmada 2 əlamətə görə heterozigot fərdlərin öz aralarında çarpazlaşmasından alınan bir əlamətinə görə homozigot fərdlər ümumi nəslin neçə faizini təşkil edir? İlişiklik yoxdur, tam dominantlıq mövcuddur. Mən yenə öz üsulumdan istifadə edərək bunu tapacağam. Yəni, əslində öyrənsəz bu çox yaxşı, asan üsuldur. Siz imtahanda olanda sizin əlinizdən o dəqiqə tutan bir üsuldur. Demək, demişdim ki, bu istiqamətdə olanların hamısı bir-bir düzdüyümüz dihomozigotlardır. Buradan bura olanların hamısı diheterozigotlardır. Bu nöqtələr çəkib birləşdirdiklərim isə bir əlamətə görə heterozigot idilər. Bir əlamətə görə homozigotdur. İstəsəz bunu Pennit cədvəlinin üzərində tətbiq edib mənim dediyim fikirləri orada aydın şəkildə öyrənə bilərsiniz. Onda görəsiniz ki, sizin üçün daha asan olacaq. İndi burada bizə nə deyir? Deyir ki, 2 əlamətə görə heterozigot fərdləri çarpazlaşdırmışam. İndi